Xəstəliklərin böyük bir hissəsi bizə genlərimizlə ötürülür. Bu fikir həqiqətən doğrudurmu? Ailəmizdən biz xəstəlikləri necə miras alırıq? Əgər belədirsə, onda niyə eyni ailədə biri sağlam, digəri isə xəstə olur? Niyə eyni genləri daşıyan insanlardan birinin həyatı normal, digəri isə xəstəliklə keçir? Bugün biz genetikdir sözünün altında yatan həqiqəti araşdıracağıq. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilərimiz, bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Son illərdə bu mövzu ilə bağlı elmi araşdırmaların gəldiyi nəticələr isə belədir. Genlər vacibdir. Bəli, amma hər şey gen deyil. Ailə tarixçəsi risk yarada bilər, amma risk hökm demək deyil. Məsələn, ABŞ-nin rəsmi səhiyyə qurumları qeyd edir ki, ailə tarixçəsində xəstəliklərin olması təkcə genlərlə bağlı deyil. Ailənin qidalanma vərdişləri, həyat tərzi və ətraf mühit faktorları da burada böyük rol oynayır. Yəni, eyni ailədə biri xəstələnir, digəri isə illərlə sağlam qalırsa, bunun səbəbi təkcə genlərimiz deyil. İndi çox mühüm bir məqama gələk. Hər xəstəlik genetik deyil. Genetik xəstəliklər var, düzdür. Hətta nadir xəstəliklərin böyük bir hissəsinin genetik mənşəli olduğu bildirilir. Ancaq gündəlik həyatda ən çox rast gəlinən problemlərin böyük hissəsi, məsələn, ürək-damar xəstəlikləri, ikinci tip şəkərli diabet, piyələnmə, yüksək təzyiq, bəzi allergiyalar və metabolik pozulmalar da təkcə bir genlə izah olunmur. Burada həyat tərzi, qidalanmamız, stress, hərəkətsizlik, yuxu və ətraf mühit çox böyük rol oynayır. Yəni genetikdirsə çıxış yolu yoxdur fikri həm tibbi baxımdan, həm də ki psixoloji baxımdan səhv yanaşmadır. Genetik meyl ola bilər, amma o meylin aktivləşməsi, zəifləməsi, gecikməsi və ya ağırlaşması çox vaxt sizin gündəlik həyatınızda baş verən vərdişlərlə bağlıdır. Bu nöqtədə elm bizi çox maraqlı bir sahəyə aparır. Epigenetikaya. Epigenetika o deməkdir ki, genin DNT ardıcıllığı dəyişməsə də, onun necə işləməsi həyat tərzi və mühit faktorlarından təsirlənə bilər. Elmi araşdırmalar göstərir ki, qidalanma, fiziki aktivlik, stress və müxtəlif mühit təsirləri gen ifadəsinə təsir edə bilər. Yəni, sadə dillə desək, gen sizin içinizdə duran piano kimidir. Onu kimin və necə çaldığı çox önəmlidir. Əvvəllər insanlara elə gəlirdi ki, genetika sanki dəyişməz bir yazıdır. Amma insan genomu layihəsindən sonra elm adamları insan biologiyasına daha dərindən baxmağa başladılar. Bu layihə 2003-cü ildə tamamlandı və insan genomunun oxunması biologiya və tibb sahəsində böyük bir dönüş yaratdı. Sonrakı araşdırmalar göstərdi ki, insan bədəni təkcə öz genlərimizdən ibarət sistem deyil. Bizimlə birlikdə yaşayan mikroorqanizmlər, xüsusən bağırsaq mikrobu sağlamlığımıza çox ciddi təsir göstərir. Burada çox maraqlı bir məqam var. İnsan bədənində özümüzə aid olan genlərin sayı təxminən 20 minə yaxındır. Amma bağırsaqlarımızda və bədənimizdə yaşayan faydalı mikroorqanizmlərin genləri bundan qat-qat çoxdur. Hətta bu rəqəm milyonlarla ölçülür. Yəni bizim içimizdə yaşayan o xırda canlıların təsiri düşündüyümüzdən də böyükdür. Bəs maraqlıdır, bu nə deməkdir? O deməkdir ki, insan bədəni təkcə öz genləri ilə idarə olunmur. Bədənimizdə yaşayan mikroorqanizmlərdə sağlamlığımıza çox ciddi təsirlər göstərir. Onlar həzmə, immunitetə, iltihaba, hətta bədənin qidadan necə istifadə etməsinə təsir göstərə bilər. Sadə desək, gen tək başına hər şeyi həll eləmir. Onun necə işləyəcəyinə qidada, həyat tərzidə, bədənin içində yaşayan faydalı bakteriyalarda təsir göstərir. Deməli, insanın sağlamlığına mənim atamda da var idi, deməli, məndə də olacaq cümləsi ilə izah etmək doğru deyil. Çünki sizin nə yediyiniz, necə yaşadığınız, nə qədər yatdığınız, hərəkət edib etmədiyiniz, gündəlik stress səviyyəniz, hətta bağırsaq sisteminizin vəziyyəti də bu hekayənin içindədir. Yəni, genlərimiz tək deyil, o ətrafında olan hər şeylə birlikdə işləyir. Yəni, bugünkü xəstəliklərin çoxunu biz sadəcə miras kimi almırıq. Onların bir hissəsini həyat tərzimizlə böyüdürük, sürətləndiririk, bəzənsə öz əllərimizlə dəvət edirik. Günlərlə hərəkətsiz qalırıq, gecə yatmırıq, stressdən çıxmırıq, bədəni dəstəkləməyən qidaları yeyirik. Sonra da hər şey genetikamızın boynuna atırıq. Halbuki bəzən genetika sadəcə zəmin yaradır.
Xəstəliyi gücləndirən isə həyatın özüdür. Ailədən gələn xəstə genin daşıyıcısı olmaq təbiidir. Bu mümkündür. Ancaq o meyli idarə etmək, riskləri azaltmaq, erkən yoxlanışlar eləmək, düzgün qidalanmaq, sağlam həyat tərzi seçmək çox vaxt insanın öz əlindədir. Alimlər ailə tarixçəsini bilib, ona uyğun addım atmağın xəstəliyin qarşısını almağa və ya onu erkən tutmağa kömək etdiyini vurğulayırlar. Yəni ailədən gələn risk son deyil, xəbərdarlıqda. Elə uzun müddət birlikdə yaşayan insanlarda da oxşar şeylər görürük. Eyni yeməklər, eyni ev rejimi, eyni yuxu saatları, eyni stres, eyni sosial mühit. Zamanla təkcə davranış yox, sağlamlıq göstəriciləri də bir-birinə yaxınlaşmağa başlayır. Bu bir daha göstərir ki, insan orqanizmi davamlı təsir altındadır. Qısası genetikdir sağalmaz cümləsi çox hallarda yarımçıq cümlədir. Daha düzgünü isə budur. Bəzi xəstəliklər genetik risk və ya genetik səbəb ola bilər. Amma bir çox halda həyat tərzi, mühit və bədənin içində gedən proseslər də ən azı onun qədər önəmlidir. Genetika taleyin hamısı deyil, taleyin bir hissəsidir. O hissənin necə işləyəcəyi də məhz sizin əlinizdədir. Çalışın ki, sağlam qidalanın, hərəkət eləyin, yuxunuzu qaydasına salın, ailə tarixçənizi bilin, amma ümidsiz olmayın. Çünki bədən təkcə genlərlə yaşamır, bədən hər gün verdiyiniz qərarlarla yaşayır. Çalışın ki, sağlam qalasınız. Belə dəyərli izləyicilər, bugünlükdə bizdən bu qədər. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, aşağıda yerləşən bəyən düyməsinə basmağı və kanalımıza abunə olmağı unutmayın. Bizi həmçinin YouTube-dan, Facebook-dan, TikTok-dan və Instagram-dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət eləyir. Növbəti videolarımızda görüşənədək. Hələlik.